Xalqımızın ümumiyyətli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan kimya və kimya texnologiyalarının aktual problemləri mövzusunda birinci beynəlxalq konferansın açılış mərasimi keçirilib. Konferansın işində 13 ölkədən 80-dən çox kimyaçı, alim, mühəndis iştirak edir. Dövlət Neft Şirkəti və Qafqaz Universitetinin təşkilatçılığı ilə keçirilən konferansda dünyanın kimya və kimya texnologiyaları sahəsində aparıcı mövqe tutan ölkələrinin, o cümlədən Amerika Birləşmiş Ştatları, Kanada, Rusiya, İngiltərə, Almaniya, Türkiyə, Gürcüstan və digər xarici ölkələrin neft kimya sahəsi üzrə bir çox nüfuzlu elm və təhsil mərkəzlərinin tanınmış elm xadimləri və neft kimya istehsalatı rəhbərləri iştirak edirlər. Təhsil naziri Misir Mərdanov bildirdi ki, konferansda neft kimya sənayesinin perspektiv inkişafı, yeni layihələrin həyata keçirilməsi, müasir kimya texnologiyalarının öyrənilməsi və tətbiq edilməsi məsələləri müzakirə ediləcək. Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə Azərbaycanda kimya sənayesinin inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Qeyd etdi ki, tədbirdə neft kimyası sahəsində müasir elmi tədqiqatlar, zərərsiz kimyəvi innovativ texnologiyalar və digər aktual məsələlərlə bağlı məruzələr dinləniləcək. Bakı Dövlət Universitetinin rektoru Abil Məhərramov da kimya elmində qazanılan uğurlardan danışdı. O da bildirildi ki, qida mühəndisliyi kimyası sənayesinə töhfələr verən şirkətlərdən biri də Azərsun Holdingdir. Şirkətin istehsal etdiyi məhsullar ölkəmizə ərzaq təhlükəsizliyinin qorunmasına dəyərli töhfələr verir. Qeyd edək ki, 2 gün davam edəcək konferansın plenar iclasları Qafqaz Universitetində, Azərkimya İstehsalat Birliyində və Azərbaycan Dövlət Neft Akademiyasında təşkil ediləcək. Əli Rzayev, Vüsal Əliyev, Zərifə Qurban, xəbərlər.